Salam, kanalıma xoş gəldiniz. Bugün vişnədən hazırladığım bu içkinin resepti və hazırlama qaydası ilə sizi də tanış etmək istəyirəm. Bu içkini az miqdarda zəif olan uşaqlara vermək olar. Meyvələri yuyub saplaqlarını təmizləyirəm və balona doldururam. Öncə şəkər tozu tökürəm, sonra meyvə və bu ardıcılıqla balonu sona qədər doldururam. Gördüyünüz kimi meyvəni balonun tam ağzına qədər doldurmuram və son qatını şəkər tozu əlavə edirəm. Sonra qapağını bağlayıb gün görən yerdə 2 ay saxlayırıq. Bu da bankamızın 1-2 gündən sonraki görüntüsü. 2 ay keçdi, vişnəmizi süzürük. Sonuçta 4 litrə yaxın şirə əldə etdim və bir neçə gündən sonra çöküntüsünü tərpətməmək şərti ilə təmiz bankalara boşaldacağım. Yerdə qalan vişnələrin üzərinə araq töküb bir müddət saxlayırıq. Videomu bəyəndinizsə, fikirlərinizi rəy bölməsində yaza bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.